Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə qələm qabının hazırlanmasını göstərəcəm. Mənə bunun üçün peniye ip və 5,5 milli milçə lazımdır. Deməli, peniye ipim belə orta qalınlıqdadır, bu formadadır. Əgər bundan daha böyük olarsa, milçənizin də ölçüsünü böyütməlisiniz. Rahat toxuya bilmək üçün. Bu formada mən peniye ipi götürdüm, bu formada. Bir dəfə, bir daha göstərirəm. Bu formada götürdüm. Belə bağladım üst-üstə. Bir dənə çıxartdım, onu belə bağladım. Daha sonra 6 dəfə bunun içindən çıxmalıyım. 1 2 3 4 5 və 6. 6 dəfə çıxdıq bu formada. Bunu buradan dartırıq və bu hissəsini bağlayırıq. Bu formada bağladıq. Daha sonra deməli buradan hər iki qanadını götürdük. Bunu buradan çıxartdıq. Bu formada çıxartdıq. Çıxardandan sonra deməli biraz belə eləyirik. Belə bunu bu formada elədik və belə sıxırıq. Bu formada. Belə bağladıq. Daha sonra hər bir bu 6 dənə toxuduğumuzun içindən 2 dənə çıxırıq, 12 dənə eləyirik. Bu formada və buradan salırıq. Elə olmalıdır ki, buradan çıxardanda tam orta hissəsindən çıxsın. Və ikisinin, iki qanadın arasından. Buradan çıxartdıq. 1 eyni yerdən bir daha çıxardırıq. 2. Daha sonra keçirik ikinciyə. İkincidə də düzgün çıxartmalıyıq. Tam arasından. 1 və eyni yerdən 2. Keçirik üçüncüyə. Buradan salanda buradan baxın ki düzgün olsun. Bak, düz çıxmadı. Çalışmaq lazımdır ki burada iki qanadın arasından. Buradan olmalıdır. 1 və eyni yerə salırıq. 2. Bu formada. Bir daha. Düzgün salmalıyıq. Biraz dikkatli olmalıyıq. Bir ve eyni yere
1, 2, 3, 4. Bir daha. 1, 2, ve sonuncu. Sonuncuda da dikkatli olaq. Bir ve 2. Bir de sayaq. 1, 2, 3, 4, 5 ve 6. Bir daha buradan böyük eləyirik. Bu hər iki qanadından salırıq ve bunu buradan bu formada çıxardırıq. Çıxartdıq. Çıxardandan sonra bu formada belə saldıq bura. Və çəkirik bu formada. Göründüğü kimi tam formada hiçbir kusuru olmadı. Ben ettiğim kimi etsəz çok səliqəli alınır. Bu formada bir daha birinci sırada 6 elədik. İkinci sırada her birinin içinden ikisini elədik. 12 oldu. Üçüncü sırada birinciden 2 dənə çıxardırıq. Formada. Bu biraz bərkdir. Sizi incidə bilər. 1 ve 2. İkisini çıxartdıq. 2 dənə tək çıxardırıq. 1 ve 2. Bir cüt, 2 tek, yine. Bir cüt, yine 2 tek. Toplayan zaman dikkatli olmak lazımdı. Düz salmak lazımdı. 1 ve 2 tek. Bir cüt, 2 tek. Yine de bir cüt, bir yeni yerden çıkardırıq ve 2. Bir cüt ve 2 tek. Bir ve 2. 2 tek. Bir daha bir cüt,
Çıxardanda diqqət yetirmək lazımdır. Düzgün alınmır. Buradan salanda tek. Deməli bir cüt, iki tek, bir de cüt. Buradan iki tane çıxardırıq. İki çıxartdıq. Bir daha iki tek. Bir ve iki. İki tek. Şimdi bitti. Bu formada götürürük. Bir daha bu kanatların buradan salırıq. Buradan saldık ve formada bir daha birleştirdik. İsteseniz bunu birinci aradan sonra arada böyle gezdirerek bitirebilirsiniz. Bu formada elədik. İndi belə eləyirik. İndi iki tek bir cüt. İki tek bir cüt bu formada toxuyuruq. Götürürük. Birinci aradan götürdük. Bir tek. İkinciden götürürük tek. İki tek. Buradan cüt götürürük. Bir. Aynı yerden iki. İki cüt oldu. Yine de iki tek. Bir. Ve iki. İki tek. Bir cüt. Bir. Ve iki. İki tek bir cüt. Bir. İki tek. Ve bir cüt. Bir. Aynı yerden salırıq. İki. İki cüt oldu. Yine de iki tek. Bir. Ve iki. İki tek. Bir cüt. Bir. Ve iki. Yine iki tek. Bir. Ve iki. İki tek. Yine de bir cüt. Bir.
cüt. Yine de bitti. Bir daha buradan ilk başladığımız yerden kanattan götürürük. Bunu kanadı alırıq. Bu formada çıxartdıq. Və yenə də bu formada eləyirik. Formada qüsursuz dairə alınır. Bu formada mən 4 sıra elədim. Əgər siz artırmaq istəsəniz, daha çox eləyə bilərsiniz. 5 sıra da eləyə bilərsiniz. Biraz böyütmək istəsəz. Onda da eləyərsiniz. Elə bil ki, 2 tək 1 cüt oldusa, 1 cüt 3 tək bu formada artıra bilərsiniz. Deməli, indi formada toxuduqdan sonra keçirəm. Belə bitirdim. Çevirirəm bu tərəfə. Bu tərəfə çevirdim. Deməli, bu alt hissəsini bitirdik. İndi bundan sonra yuxarı hissəsinin toxunuşuna başlayırıq. Yuxarı hissəsini başlayaq toxumağa. Deməli, xanımlar, alt hissəsini bitirdik. Deməli, bunu biraz əlimizlə bu formada eləyirik. Deməli, buradan bunun burasından bunu bu tərəfə keçirdirik əlimizlə bir dəqiqə. Bunu belə götürürük, götürdük, çıxdıq. Daha sonra bunun yanındakindən götürürük, bunun içindən keçirdirik. Bundan götürürük, keçirdirik. Sırayla bütün hər birinin içindən bu formada. Bu araların hamısından götürdük, keçirtdik, götürdük. Sona qədər bu formada eləyirik. Götürəndə hər iki qanadını götürürük bu formada. Birini götürüb birini saxlamaq olmaz. Bu formada aradan girdik, götürdük. Girdik, götürdük. Çok sıkmayın, çalışın ki çok sıkmayın. Gördük. Formada sona gelirik. Geldik en sona. Sonuncu orada elədik. Formada. Sonuncunu elədik. Deməli, indi çeviririk. Burası olacaq. Burası içeride kalmalıdır. Formada götürdük. Buradan götürdük. Bunu çıkarttık. Buradan çıkarttık. Ve başlayırıq toxumağa. Bu üstten burası içte kalır. Bunu buradan çıkarttım bu formada. Ve başlayıram toxumağa. Çıkarttım bu formada. İki kanadını götürürəm. Buradan iki kanadı, üst iki kanadı götürdüm. Toxudum. Götürdüm.
Toxudum. 2 üst kanat götürürük. 6 kalır. Bu formada 2 kanadı götürürük. Toxuyuruq. 2 kanadı formada götürürük. Toxuyuruq. Hər birini içindən bir dəfə çıxartmaqla sona qədər bu formada toxuyuruq. Formada toxudum və buradakı kanat 2 kanadı götürürəm. Bu formada bunun içindən çıxartdım. Çıxartdım və bunun dibindən bu formada birini də çıxartdım. Dip hissədən bu formada. Bunu belə götürdüm. Daha sonra 2 ilməni bir kanadından götürməliyik. 1 və 2. 2 dənə toxudum. Daha sonra üçüncünü bu sümbülün burada. Sümbülün içindən götürürəm. Başından yox, sümbülün içindən götürürəm. Bu formada götürdüm. Daha sonra bir daha deməli tək kanadından 1 və 2. 2 yan yana tək kanat götürürəm və üçüncünü bir daha sümbülün içindən götürürəm, toxuyuram. Bu formada. Bir daha 2 tək kanatdan götürürəm. 1 və 2. 2 tək kanatdan götürdüm. Üçüncünü bir daha sümbülün içindən salıram. Sümbülün içindən götürüb toxuyuram. Bu formada. Bir sümbülün içindən, 2 başından, bir yenə sümbülün içindən, 2 başından götürürəm. Bu formada sona qədər gəlirik. Xanımlar, gəldik, sona çatırıq. Demək, sonda gəldik, sona çatdıq. 2 tək, bir sümbülün içindən, 2 tək, bir sümbülün içindən bu formada gəldik, sona çatdıq.
sona çatdıq. Deməli, bu formada götürürük. Bunun başından, baş tərəfindən belə çıxardırıq bu formada. Çıxardandan sonra burada hansı ki sümbülün içindən götürmüşdük, yine də həmin sümbülün içindən bir daha götürürük. Deməli, həmin sümbülün içindən bir ip çıxardırıq formada. Bu içəridəki ipi ikisini birləşdiririk. Bu formada olur. Bir daha göstərim sizə. Gəldik. Sonda sonu birləşdirmək üçün buradan deməli çıxartdıq bu formada. Bunu saxlayırıq əlimizdə. Hansı ki sümbülün içindən çıxartmışdıq, bu sümbülün altından, içindən yenə də içəri tərəfdən bir dənə ip çıxardırıq formada. İçəridəkini də götürürük. Bu ikisinin içindən bir yerdə çıxartdıq. Bu formada oldu. Sümbülümüz bu formada çıxacaq. Daha sonra bir ve 2 toxuyuruq. Tek kanadını götürürük. Daha sonra bir daha həmin sümbülün yine de içinden götürürük. Bu sıra bu formada devam edecek. Yine de 2 bu formada tek kanadını götürürük. Deməli 1 ve 2 tek kanadı götürdük ve üçüncü bir daha sümbülün içinden giririk, formada götürürük. Bir daha 1 ve 2 tek kanadını götürdük. Üçüncü sümbülün içinden götürürük. Bu formada tam içinden götürürük. Böyle. Bir daha. Bir. 2 götürdük. Üçüncü sümbülün tam ortasından giririk. Çıxardıp formada toxuyuruq. Bir daha. 1 2 tek kanadını götürürük. Üçüncü tam ortasından götürürük. Bu formada belə çıxardırıq. Sona qədər bu sıranı eləyirəm sizin üçün aydın olmaq üçün. 1 bax tek kanadını götürürəm. Arxa kanadını 2 götürdüm. İndi sümbülün tam içinden götürürüm. Bu formada. Bir daha. 1 2 tek kanadı götürdük ve birleştirme eləyirik. Burada başladığımız iki ipin üstünden bu formada içinden çıkarttım. Bu formada çıkarttım. Daha sonra buradaki sümbülün içinden biraz balacaladık. İçinden bu formada sümbülün içinden çıkarttım. Bunu ikisini birleştirip
İkisinin içindən bu formada. Belə olanda forma itmir, səliqəli olur formada. Deməli, bir sümbülün içindən çıxartdıq. 2 bu formada tək qanadlardan götürürük. Arxa qanadlardan bu formada. 1 və 2 götürdük. Daha sonra bir də sümbülün içindən götürürük. Bu formada. Deməli, beləliklə istədiyimiz sündürüyə çatana qədər bunu toxuyuruq. Bir də ki, bu əgər yığılırsa narahat olmuyor. Bu ip elədir ki, belə açanda bu formada öz formasını alır. Yəni toxuyub qutarandan sonra bir də ki, çalışın ki, çox sıx toxumayın ki, yığılmasın. Əliniz rahat olsun boş formada. İstədiyimiz sündürüyə çatana qədər toxuyaq. Daha sonra bitirmə anını bir yerdə eləyərik. Hanımlar, mən yetəri qədər toxudum. İndi sonuncu sıranı toxuyuram. Siz istədiyiniz sündürlükdə toxuya bilərsiniz. Bu formada gəldik, sona çatdıq. Buradan salıram. Çıxartdım. Çıxartdım. Buradan. İndi formada elədik. İndi mən bunun baş tərəfini toxuyuram. Gördüyünüz kimi bu formadadır. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 sıradır. 2, 3, 4, 5, 6, 7, 8, 9 sıra toxudum. İstəsəniz bundan da az toxuya bilərsiniz. İstəsəniz bundan daha çox toxuya bilərsiniz. İndi burada bunu mən baş tərəfin toxuyuram. Bu formada. Deməli bunu çıxartdıq. Buradan çıxartdıq. Bunun içindən bu formada çıxardırıq. Bunu çıxartdım. Bu formada. Hər bir bunun başındakı hər bir ilmədən bu formada çıxardırıq. Növbəti boşluğa salırıq. Bunu buradan çıxardırıq. Növbəti boşluğa salırıq. Bunu bunun içindən çıxardırıq. Bu formada. Daha sonra hər birinin içindən bu formada çıxartdıq. Bunu bunun içindən belə çıxardırıq bu formada. Çox sıxmırıq ki, başı çox sıx olmasın. Çıxartdıq. Bunu bunun içindən çıxardırıq. Bu formada sona qədər formada toxuyuruq. Baxın, bu toxunmuş formasıdır, bu toxunmamış formasıdır. Formada toxuyanda daha səliqəli görünür. Formada çıxardıq, bunu bunun içindən çıxardırıq. Çıxardıq, bunu buradan çıxardırıq. Başındakı hər bir boşluqdan bu formada. Bu formada
Gəlirik en sonda formada formada. İndi bunun bu aşağı tərəfini də bu formada toxuyaq. Kəsim, başlayaq buranı da toxuyaq. Deməli, bunu buradan kəsirik. Burada gəldik, axırıncında eləyəndən sonra deməli, buradan salırıq. Bunu buradan çıxardırıq bu formada. Deməli, buradan salırıq. Buradan çıxardırıq. Buradan çıxartdıq. Və bu formada belə elədik və bunu içərdən itiririk. Bu formada belə gedir. Sona qədər bu formada gezdiririk. İstediğiniz kimi burada belə bunların arasına girməklə eləyirik. Belə. İndi mən bunun əlimizlə belə düzəldirik. Bunun başını da düzəldirik bu formada. İçində düzəldirik və bunun aşağı hissəsində səliqəli görünmək üçün ipi buradan salıram. Bir ucundan çıxardıram. Bu formada buradan deməli istəsəniz edə də bilərsiniz, istəsəniz etməyə də bilərsiniz. Bu formada hər birinin içindən salmaqla formada çıxardıram. Başını necə eləmişdimsə aşağı hissəsində o formada eləyirəm. Bu formada əlinizlə burada idarə edirsiniz. İpi keçirdirsiniz milçəyə. Bunu bu formada çıxardırsınız. Hər birinin içindən bu formada çıxardıb bunun içindən keçirdirsiniz. Bu formada. Bunu biraz bu formada əlimizlə, bir əlimizlə buradan veririk, bir əlimizlə buradan milçəyə çıxardırıq. Bu formada eləyirik. Sona gəlib çatana qədər.
götürüp bunun içinden çıkardırıq. İstəsəniz bu aşağı hissəsini eləməyə də bilərsiniz. Ancaq eləyəndə daha səliqəli görünür. Axıra çatana qədər eləyək. Sona çatırıq. Və bu da son. Gəldik, sona çatdıq. Formada. Və qayçı ilə kəsirik içəri hissədən. Və belə eləyirik. Formada içəridə salırıq. Keçirdirik içəri. Keçirdirik içəri. Formada. İstədiyiniz kimi həm qələm qabı kimi istifadə edə bilərsiniz. Mən indi bu parçadan olduğu üçün elastikdir. İstəsəniz bu hissəsinə nakış da vura bilərsiniz. Mən milçələrimi yığmaq üçün istifadə edəcəm bu formada. Formada. Mənim üçün çox rahat olacaq. Milçələrimi rahat formada bundan götürüb işlətmək. Belə istədiyiniz başqa formalarda da istəsəniz sizin üçün toxuyaram. İnşallah ki, əgər işimi bəyəndinizsə bəyənməyi, like etmeyi unutmayın. Bildirimləri aktiv etsəniz hər işlərimdən ilk siz xəbərdar olarsınız. Gələcək işlərimdə görüşmək ümidi ilə görüşərik. Hələlik.